Bugünkü dersimizin izahı futboldur. Futbol meydançasının uzunluğu qeyri-rəsmi yarışlar üçün ən çox 120 metr, ən az olan halda isə 90 metrə qədər təşkil edilir. Meydanın eni ən çox 90 metr, ən az halda isə 45 metrə qədər təşkil edilir. Rəsmi yarışlar üçün meydanın uzunluğuna və eninə diqqət edək. Rəsmi yarışlar üçün meydanın uzunluğu olacaq 110 metr, ən az hissəsi isə 100 metrə qədər təşkil edilir. Rəsmi yarışlar üçün meydanın eni olacaq 75 metr, ən az hissəsi isə olacaq 64 metr. Meydançada tətbiq edilmiş qapıların hündürlüyünə və eninə baxaq. Qapıların hündürlüyü olacaq 2,44 sm. Baxaq, qapının en hissəsi olacaq 7,32 sm. Gördüyümüz kimi meydan mərkəzdən iki hissəyə ayrılıb. Mərkəzi dairənin diametri olacaq 18 metr, radiusu isə olacaq 9,15 sm. Qapı meydançasının ölçülərində qısa xətlərə baxaq. Qısa xətlər olacaq 5,5 metr hər iki tərəfdən. Qapı meydançasının da eni olacaq 18,32 sm. Cərmə meydançasında qısa xətlərin eni olacaq 16,5 sm. Cərmə meydançasının da uzunluğu olacaq, eni olacaq 40,32 sm. Penaltı nöqtəsindən qövsə qədər olan məsafə nə qədər olacaq? Penaltı nöqtəsindən qövsə qədər olan məsafə olacaq 9,15 sm. Penaltı zərbələrini yerinə yetirən zaman komandalar bu məsafəyə riayət etməlidirlər. Gördüyümüz kimi künc qövsləri tətbiq edilib meydanda. Künc qövslərin radiusu olacaq 1 metr. Meydana tətbiq edilmiş bayraqların hündürlüyü olacaq 150 sm. Yəni 1 metrə 50 sm. Bu oyunda, futbol oyunda istifadə edilən topun çəkisi nə qədər olacaq? Topun çəkisi olacaq 410-450 qram. Topun çevrəsi isə olacaq, topun çevrəsi olacaq 68-70 sm. Futbol oyunda bilir ki, oyun zamanı top qüsurlu vəziyyətə düşə bilər. Qüsurlu top olarsa, hakim oyunu saxlayacaq və mübahisəli top olaraq oyun başlayacaq. Top oyuna başlayanda qapıdan zərbədən, deyək ki, qapıdan zərbədən, küncdən, yan xəttdən, 11 metrlik zərbədən top oyuna daxil edilən zaman qüsurlu vəziyyətə düşərsə, bildiyimiz kimi oyun müvafiq qaydada olaraq bərpa olunacaq. Əgər top 11 metrlik zərbədən, 11 metrlik zərbə zamanı, zərbəni yerinə yetirən zaman, zərbə yerinə yetirilən zaman qapı dirəklərinə, qapı tirinə hər hansı bir oyunçuya dəyib qüsurlu vəziyyətə düşərsə, bu zaman 11 metrlik cərimə zərbəsi yenidən təkrar ediləcək. 11 metrlik zərbə zamanı top qapı dirəyinə, qapı tirinə dəyərsə, qüsurlu vəziyyətə düşərsə, top qapıya daxil olarsa, gol olarsa, bu zaman gol olaraq sayılacaq. Oyuncuların sayı da nə qədər olacaq? Oyuncuların sayı bilirik ki, əsas heyətdə, yəni ki, meydanda oyun göstərən oyuncuların hər komandanın 11 əsas oyuncusu var. 11 əsas. Ehtiyat oyuncular sayı isə olacaq 15 nəfər. 11 əsas və ehtiyat oyuncuların sayı 15 nəfərdir. Oyuna ilk başlamada da bilirik ki, hər komandanın 11 oyuncusu meydana gəlməlidir. Ən az oyuncu ilə gələrlərsə, ən az olan oyuncuların sayı 7 nəfər olmalıdır ki, oyun başlasın. 7-dən az oyuncu gələrsə, həmən komandaya texniki məğlubiyyət veriləcək. Bu oyunda 5 əvəz etmədən də istifadə edilir. Bəli, oyunda 5 əvəz etmədən, əsas hissədə 5 əvəz etmədən istifadə edilir. Və plus bir əvəz etmə də var ki, bu oyun əlavələrə gedərsə, bir əvəz etmə əlavələrdə istifadə ediləcək. Deyək ki, oyunun əsas hissəsində 5 əvəz etmənin 3-ünü yerinə yetirdiyi, tətbiq etdiyi, digər qalan 2 əvəz etməni oyun əlavələrə gedərsə, əlavələrdə həmən 2 əvəz etməni biz icra edə biləcəyik, yerinə yetirə bilərik. Əvvəllər belə bir köhnə qaydalarda belə bir qaydalar var idi ki, oyunda 3 əvəz etmə var idi. 3 əvəz etməni oyunun əsas hissəsində, köhnə qaydalarda 3 əvəz etməni oyunun əsas hissəsində əgər əvəz etmə olmamışdırsa, əlavələrdə bilirik ki, 3 əvəz etməni əlavələrə aparmaq olmurdu. Amma indiki yeni qaydalarda əsas hissədən qalan əvəz etmələri əlavələrdə yerinə yetirmək, əlavələrdə icra etmək olar. Oyunda hakimlərin sayı nə qədərdir? Bilirik ki, oyunda hakimlərin sayı 4 nəfərdir. 1 baş hakim, 2 yan xətt hakimi,
Bir də dördüncü hakim. Oyun da bildiyimiz kimi oyunu baş hakim idarə edir. Yan xətt hakimləri isə bilirik də yan xətt hakimləri, yəni bildiyimiz kimi yan xətt hakimləri meydan boyu meydanda qaçmırlar. Yəni bunlar üçün müəyyən olmuş məsafəyə qədər qaçmalıdır və